Mehriban Əliyeva ilə Emin Hüseynov arasında gedən dialoqu gördü. Hər kəs gördü. TikTokda milyonlarla insan baxıb buna. Məsələ nədir? Bu məsələnin görünən tərəfidir. Gəlin mən sizə məsələnin görünməyən tərəfini izah edeyim. Bu mənim şəxsi görüş bucağımda, yəni bu mənim şəxsi düşüncələrimdir. Əlimdə heç bir əsas sübut yoxdur, amma mən məsələni belə görürəm kənarda. Emin Hüseynov son 10 ildir yox idi ortalıqda. Öz həyatını yaşayırdı. Hətta 2015-ci ildə Emin Hüseynovu Azərbaycan Respublikasının vətəndaşlığından İlham Əliyev çıxardı, şəxsən özü. Çünki vətəndaşdan yalnız prezident çıxarda bilir. Amma bu gün, yəni son 10 ildə Emin Hüseynov yox idi. Bu gün peyda olub, Mehriban xanıma sual verir, nə bilim deyək ki, İlham Əliyevə sual verir, düzdür? Və çox qəribə də cavablar alır. Çünki onlar da siyasi ağılla cavab vermirlər. Yəni bildiyin tipik Azərbaycan düşüncəsi ilə cavab verirlər. Məsələ nədir? Məsələ ondadır ki, Emin Hüseynov bir oyun qurub. Oyun ondan ibarətdir ki, Mehman Hüseynova dəstək olsun. Mehman Hüseynov təzə gəlib İsveçrəyə, qaçqın statusu almaq üçün, yaşamaq hüququ almaq üçün, oturum almaq üçün Mehmanın özü Münxenə gələ bilmir, çünki İsveçrəni tərk eləyə bilməz. Qaçqınlıq statusu almaq üçün İsveçrəni tərk eləyə bilməz. Məcbur olub Mehmanın yerinə Emin Hüseynov gedib sual verir. Əslində Emin Hüseynov istəsəydi, Mehriban Əliyevaya elə sual verərdi ki, o sual bir şillə olardı. Və ya Mehriban Əliyeva bir cavab verəndə ki, sən kim olmusan ki, arvad paltarında ölkədən qaçan olmusan, Emin Hüseynov orada kəkələdi. Ki, yo, əslində elə deyil. Ya Emin Hüseynov orada bir cavab verə bilərdi ki, hə, sizin rejimdən qaçıb sığınmışam səfirliyə. Siz məni günahsız yerə həbs eləyəcəksiniz. Siyasi sifarişimi sən vermişdin Mehriban xanım, yoxsa İlham Əliyev. Bu olacaqdı qapaq kimi bir cavab. Amma burada görünür ki, Emin Hüseynovun məqsədi qalmaqal yaratmaq deyil.